Gəlirik nəyə? Bu bir dənə UI yazaq. Bir dənə UI yazaq. Bu UI-da register eləyək. Görək həqiqətən də bizdə necə baş verir proses. Deməli gəlirəm burada bildiyimiz kimi bir dənə view yaradıram bunun üçün. Deyirəm register AGC. Götürürəm buradan hər hansını birini kopyalayıram, yapışdırıram bura və burada bir dənə form yazırıq bunun üçün. Deyirəm məsələn H1 register. Burada bir form yazıram. Forum register formudur. Metodumuz postdur. Post. Aha. Input. Type text. Name. Username. Placeholder. Username. Bunu yazırıq. Və bir dənə də input var. Bunu bir dənə bağlayım. Aha. Input. Bu input artıq olacaq. Bu da text yox. Email. Name. Email. Burada placeholder yazmayacağım. Bir dənə də inputumuz nə olacaq? Password. Name. Password. Və əlbəttə ki button. Type. Submit. Və burada da register. Aha. Gəlirik bura. İndi gəlirik ki. İndi ən birincisi nə edirik? Bu gəlib register yazdığımız hissəni burada yazırıq ki, registerə gələndə artıq post metodumuz işə düşsün. Gəlirəm bura. Index.ts. Aha. Burada deyirəm ki, app use. Home roots'da, home controller. Gəl şey harda yazdım. Aha, user router post. User root'u bəs harda call edirəm. Okay. Deməli istifadəçilə gələndə bura. Deməli bunu buradan çağırırıq. User root'a gedirəm, register. Okay. Yəni ki artıq register başlayanda niyə? User root yox. Ümumiyyətlə bunu gələk aus root'a çıxardaq roots'larda. Deməli new file aus roots ts. Burada import express from express router. Buradan da gəlirəm const router bərabərdir bu express router və bu user root'lardakini çıxardıram ora. Çıxardırıq export default router. Aha. Gəlib indi user'dakini da saxlayırıq hara. Da router özünə gəl. Bycrypt bunu import edək. Yox, bu niyə belə deyək ki, import bycrypt. Aha, hər şey olmalıdır. GBT də import eləyək. Okay, bunu da yazdıq.
yazdıqsa, aha, indi gələk rootslarımızda registerimiz burada, view'umuzu yazmışıq. Aha, mütləq şəkildə də bir dənə də app use'a nəyə atıram? Bax, error handler niyə atmışam? Hər dəfə deyirəm ki, hər bir request'im olanda bunu işlət. Out-root'u da ora atıram ki, out-root'u da bura atım. Okay, bunu da attım bura. Müəllim, app user yazsa. Hə, bunu da atıram ki, bura ki, hər dəfə bunu da istifadə eləsin. İndi gələk hara? İndi gələk. Müəllim, deməli page birinci reload olanda birinci bu app user işə düşür. Düzdür? Məsələn, error olsa mütləq errora gedəcək. Heç bu page-də qalanlarına baxmayacaq, elə? Error olsa bəli. Hər hansı olanda heç gedir, bəli. Bura, bax, gəlir bura. Всё. Əgər sual düzgün başa düşdümsə. Bəli, dedim ki, birinci app user işə düşür. Aha, app user. Hə, hər dəfə app user hər dəfə işləyir də, elə bil. Hər dəfə page render olunanda işləyir. Yes, hər dəfə render olanda işləyir. Tamam. Okay. Deməli, gələk. Deməli şeyləri yazdıq, registerləri yazdıq. İndi outcode-da yazdıq. Gələk şeyə də upset use register. Yox, biz view-nu harda çağırırıq? User roots'da. Biz heç şeyi görüntünü vermir ki. Okay. Gələk ora. Deməli home roots. Alt roots buradadır. Save elədim. Response render send. Bir dənə gözün şolar. Hə, deməli user root, aha, gəlirik user root'a. Deyirəm ki, router gəlib, əgər bura gəlibsə get slash, məsələn, registerə gəlibdir user. Request response render nəyi render eləsin? Mənim registerimi, aha, indi görək bu nə olur. Okay, gələk ki, register hissəmizə, register. Niyə də register? Register. User root'a getdik. User root, router'a get. Yox, gözlə register. Okay. Səhv getmişik biz. Users register'a getməliyik. Aha, gəldik bura. İndi buradan mən nə etməliyəm? Bunu atmalıyam. Deyirəm ki, Rail 1 2 3.
Mesela radio denominator. Və burada da Turing Akademi 177 yazıram və register basıram. Aha, save password save elədik. User created success. İndi gələk, baxaq MongoDB-imizə. MongoDB-imizə sizə screen eləyim bunu. Okay, share. Gəlirim MongoDB-yə. MongoDB-yə bir dənə refresh atıram. Biz mesajı gördük ki, create success-dir. Gəlirəm usersə. Artıq mənim users şeyim var, table'ım var. Load eləyir. Nəyə görürük uşaqlar? Mənim artıq bu nədir? Bunu necə mən buradan yığışdıram? Hello Mehdi. Bəli. Mənim bu password nətər yaradıldı burada? Bax, fikir verdin. Görürsüz fikir ver. Mən Turing Akademi 177 yazmışam. Bax, Ha bu top budur encode'dan eləmək. Bəli, bax budur. Hash-i belə bu şəkildə saxlayır. Bax bu. Görürsüz o birislər necə yazmışamsa elə yazır. Amma bunu imuna hashləyir. Okay. Bəli. Şu, deməli bax bu da belə authentication olunur. Bu şəkildə authentication olur. Mən indi logini göstərirsiniz yoxsa? Logini açığı mən bir 5 dəqiqə çıxmalıyam. Tamam. Tamam. Yəni logini əslində növbəti dərs başlayan kimi göstərərəm. Tamam. Tamam, okay. Mənim bir də bir sual soruşacağım. Bitdi də izah edəcəklər, düzdür? O bir